Salam uşaqlar, bu günləri natural ədədlər mövzusundan sınaq işləyəcək. Deməli, birinci bizdə əküb AB hasilinin əbub AB-nin hasilinin 72-yə bərabər olduğunu bildirib. Biz bilirik ki, belə bir düstur var. Əküb AB ilə əbub AB hasili həmişə bərabər olur ilə A vurulsun B-yə. Yəni, bizdə A vurulsun B-nin hasilini soruşur və hasil ümumi olaraq cavabını 72 verib. Deməli, elə AB hasil də 72-yə bərabərdir. Bunu yoxlamaq da olar, ədədlər yerinə qoyur. Məsələn üçün, əküb və əbobda qarşılıqlı sadə ədədlər çıxanda, orada əkübün qarşılıqlı sadə ədədlərdə hasil çıxır, əbobda isə 1 çıxır. Və cavab qarşılıqlı sadə ədədlərin hasili olaraq çıxıbsa, deməli 72-də 8 ilə 9 kimi götürmək mümkündür. İkinci sualda A plus B plus C-nin 12 olduğunu bizə verib. Gəlin bu açılışı ayrıca yazaq. Deməli, yazacağım. B üstə gəlinsin 10-a, üstə gəlinsin C, üstə gəlinsin 15, üstə gəlinsin A, üstə gəlinsin 10C. Bərabərdir. Görək nə olunur buradan. Bir dənə burada B var, bir də 10B var. Yəni B-nin üstünə 11 gələndə 11B 10A və A plus 11A C və 10C plus 11C. O da bərabərdir. 11 hər birində ortaq hasil olduğuna görə çıxardırıq. Mötərizə xaricinə qalır yerdə B plus A plus C. Bizdə də A plus B plus C-nin deməli, yerlərini dəyişəndə cəm dəyişmədiyinə görə elə cavabını 12 şəklində yazacağım. Yəni 11 vurulsun. Mötərizə qarşısında vurma əməli olduğuna görə və bunun da cavabını 12 verdiyinə görə bərabərdir. 132 B variantı. Üçüncü sualda bizdə aşağıdakı ifadələrin hansının qiyməti cüt ədəddir deyə soruşur. Biz bilirik ki, əgər əsas cüt olarsa, istənilən dərəcədən qüvvəti də cütdür. Amma burada tək olduğuna görə və istənilən dərəcədən qüvvəti də bizə tək verəcəyinə görə və cütlə təkin cəmi heç bir zaman cüt olmur. B variantı çıxır. Burada Y variantında bizdə əsas 2 verdiyinə görə cütdür. Lakin bir tək ədəd olduğuna görə, yəni cəm tək verəcək. D variantında da tək, cəm, A variantında isə tək, tək. Baxın uşaqlar, təkin istənilən dərəcədən qüvvəti tək ədəd eləyir və təkin istənilən dərəcədən qüvvəti yenə də tək eləyir. Təkin üzərinə tək gələndə cüt ədəd eləyir. Məsələn, 3 üstə gəlinsin 5, həqiqətən də cüt ədəd almış olaraq. Dördüncü sualda aşağıdakı təriflərdən hansı doğru deyil? Sonu cüt sıfırla bitən bütün ədədlər 4-ə qalıqsız bölünür. Doğrudur. Sonu 0, 0, 25, 50, 75 ilə bitən bütün ədədlər 25-ə qalıqsız bölünür. Ədədin 25-ə bölünməsi üçün ədəd 5-ə bölünməlidir. Çünki 25 5-in kvadratı şəklindədir. Həqiqətən bu ədədlər deməli 5-ə bölünürsə, onda 25-ə də bölünəcək. B variantı da doğrudur. 6-ya qalıqsız bölünən ədədlər eyni zamanda 9-a da qalıqsız bölünür. C variantı burada doğru deyil. Nəyə görə? Məsələn, elə tutaq ki, 12-dən danışaq. 12 6-ya qalıqsız bölünür, amma 9 isə 12-yə qalıqsız bölünmür. D variantında 9-a qalıqsız bölünən bütün cüt ədədlər eyni zamanda 18-ə də bölünür. Bəli. Deməli, 18, 9 vurulsun 2-dir. Və burada da cüt sözünü işlətdiyinə görə, deməli, 2-ni burada sərf eləyəcək. 9-un isə özü zaten verilmişdir. Ona görə D variantı da doğrudur. Və 5-ə qalıqsız bölünən bütün cüt ədədlər eyni zamanda da 10-a qalıqsız bölünür. 5-ə qalıqsız bölünən cüt. Məsələn, siz fikirləşə bilərsiniz ki, sonu 5 ilə qutaran, məsələn, 25 deyərsiniz, ona bölünmür. Axı, burada cüt dediyinə görə biz 25-ləri nəzərə almayacaq. Yəni, sadəcə sonu 0 ilə bitən bütün ədədlər nəzərdə tutulmuşdur. Bu sual buna görə Y variantı da doğrudur. 5-ci sualda X və Y ədədləri ardıcıl cüt ədədlər olarsa, bilirik ki, cüt ədədlərin ümumi formulu 2 şəklində yazılır və ardıcıl dedikdə cüt ədədlər bir-birindən plus 2 qədər fərqlənirlər. Yəni, tutalım ki, x-imiz bizim 2n olsun, y-imiz isə 2n plus 2 olsun. Bu ədədlərin əbobu ilə əkobunun hasili aşağıdakılardan hansına bərabərdir? Gəlin yoxlayaq. Əbob
Deməli, birinci olsun 2, sonra olsun 2n plus 2 hasili eko. Nəyə görə bunların ümumi hasil götürülmür? Çünki bunların artıq ortaq vurğu var 2. Ona görə düstura əsaslanmır. Deməli, uşaqlar, 2n nə deməkdir? 2 vurulsun n. Bəs 2n plus 2 nə deməkdir? Hər tərəfdən 2-ni çıxardaram, qalar n plus 1. Sonra 2n, yenə də 2 vurulsun n. Buradan da 2-ni çıxardaram, 2, daha doğrusu n plus 1 alaram. Deməli, gəlin burada hər birindən 2-ni qarşıya çıxardaq. 2 əbob n və n plus 1 vurulsun eko. 2 var qarşısında. Buradan da 2-ni çıxartdım. N plus 1 bərabərdir. 2 2-yə vurulur. 4. Deməli, bu n-lə n plus 1 bir-birinə ardıcıl olan ədədlər. Nəyə görə? Çünki, məsələn, 5-dən sonra 6 gəlir. 6 nə deməkdir? 5 plus 1 də. Yəni, bu da o deməkdir ki, n və n-dən növbəti gələn hər hansı bir ədəd. Bunlar həmişə ardıcıl ədədlər, bir-birinə qarşılıqlı sayda olan ədədlərdir. Ona görə onların əbobu həmişə 1-ə bərabərdir. Əkobu isə onların hasilinə bərabərdir. Yəni, olacaq vurulsun n, vurulsun n plus 1. İndi isə diqqətlə fikir verək. Bizdə x-imiz 2n idi, y-imiz isə 2n plus 2 idi. Gəlin buradan n-i tapaq. Çünki bizə aşağıda n-lə n plus 1 verilib. Buradan n-i tapanda aşağılar n bərabəri olur x bölünsün 2-yə. 2 keçir x-in məxrəcinə. Eyni qayda ilə buradan 2-ni çıxardanda n plus 1 qalır. Və 2-ni keçirdirəm y-in məxrəcinə. Olur n plus 1 nəyə bərabər olur? Y bölünsün 2-yə. Gətirib qoyuram yerinə bərabərdir. 4 vurulsun. X bölünsün 2 vurulsun, y bölünsün 2. Bu da bərabərdir. 2 ilə 2-yə bir randa 4 eləyir. Həmin 4 ilə də bu 4 gedir, qalır yerdə x, y. Cavabımız olur A variantı. 6-da deyir, ən böyük dörd rəqəmli ədəd ilə rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədəd. Diqqətlə baxın. Sualın əvvəlində ən böyük dörd rəqəmli ədəddən danışır və fərqli demir. Rəqəmləri fərqli sözünü 3 rəqəmliyə aiddir. 4 rəqəmliyə aid verməyibdir. Ona görə ən böyük 4 rəqəmli ədədimiz 9, 9, 9 və 9. Yəni 9999 götürəsiz. Rəqəmləri fərqli ən kiçik 3 rəqəmli. Bax, biz keçmişik. 3 rəqəmli nədir? 3 dənə xanadan ibarət olan rəqəmlərdən danışmalıyıq. Ən kiçik dediyinə görə 0-la başlaya bilmərsiniz. Ona görə məcbur 1-dən başlayırıq. Növbəti addımda isə 2 qoyulmur. Axı 2-dən bura 0 da qoymaq olar, 2-dən kiçik olan bir ədəd. Daha sonra növbətidə isə 2 qoyulur. Çünki bir-birindən fərqli deyir. Rəqəmləri fərqli olan 3 rəqəmli ədədin fərqi ən kiçik. Bunların deyir ki, fərqi 4 rəqəmli ilə 3 rəqəmli ədədin fərqi bərabər olur. Ən kiçik 5 rəqəmli ədəddən neçə vahid azdır? Ən kiçik 5 rəqəmli ədədin fərqli, yəni rəqəmləri fərqli olan ifadəsini 5 rəqəmli üçün vermədiyinə görə ən kiçik 5 rəqəmli ədədimiz 5 dənə, yəni 4 dənə də yanında 0 olacaq. Deməli, gəlin görək biz buradan nə tapacağıq. Deməli, 9999-dan çıxacaqsınız 102-ni, eləyəcək 7, 9, 9. Alırıq 9897. Deyir ki, həmin bu ədəd, bu 5 rəqəmli ədəddən neçə vahid kiçikdir? Vahid deyəndə, kiçikdir deyəndə çıxırsınız, azdır deyəndə çıxırsınız, vahid böyükdür, vahid çoxdur deyəndə isə toplayacaqsınız. Yəni, böyükdən çıxırsınız kiçiyə. Gəlin, 10.000-dən çıxaq 9897-nin. Alacaqsınız. 10-dan 7 çıxanda 3, 0, 9-dan 8, 1 və 9-dan 9 çıxanda 0 qalır. Yerdə cavabımız eləyir 103. Cavabımız da olacaq 103 vahid azdır. Burada hesablanma əməlindən söhbət gedir. Gördüyümüz kimi 2 dənə hissəyə fikir versək, toplama əməlinə görə hər birində eyni ortaq vurğudan söhbət gedir. Ona görə ortaq vurğuları mötərizənin xaricinə çıxardırsınız. 1777-nin üzərinə gələcəksiniz.
buradakini 1223 və çıxılsın. Digər hissəyə dəymirəm. Hələ ki, olduğu kimi saxlayıram. Bərabərdir. 221 vurulsun. Bunları toplayanda 3000 edir. Çıxılsın 3000 vurulsun. 220. Bərabərdir. Yenə də uşaqlar. Burada ortaq vuruqdan söhbət gedir. 3000 buradadır. 3000 də buradadır. Yenə də 3000 çıxardırsınız mötərizənin xaricinə. Alacaqsınız ki, yerdə qalanların fərqi. 221 çıxılsın. 220. Bərabərdir. 3000 vurulsun. 1. Cavabımız deyilir 3000. 8-ci sualda A veribdir bizə adədinin 7 bölünməsinin alınan qalığı tapın. 7-yə bölünmə əlaməti 1-3-2 qaydasından istifadə edəcək və sağdan sola doğru davam edəcək. Deməli, birinci hasildə olan qiymətimizi 7-yə bölünməsinin alınan qalığı tapaq. 1, 4, 7, 7, 7, 5. 1-3-2 qaydasını tətbiq edək. 1, 3, 2, 1, 3, 2. Bildiyimizə görə bunu tam ortadan ayırırıq. Birinci olanlar üzərində pluslar olacaq, ikincilər isə minuslar şəklində davam edəcək. Bərabərdir. 5-i vurasınız 1-ə. Üstəgəlmədə axı əməllər. 3 dənə elə bil ardıcıl üstəgəlmə olur. 3 dənə ardıcıl çıxma işarəsi. 7-ni vurursunuz 3-ə. Üstə gəlsin 7 vurulsun 3. Üstə gəlsin 7-ni vurarsınız bu yuxarıdakı 2-yə. Sonra gəlir minuslarla olan. 7 vurulsun 1. 4 vurulsun 3. Və 1 vurulsun 2. Bunu hesablamaq lazımdır uşaqlar. 5, 21, 14, 7, 12 və 2. 12, 2, mənfi, mənfi, mənfi 14 burada eləyir. Müsbət 14-ümüz də burada var. 5-in üstünə 21 gələndə 26, 26-dan da 7 çıxanda burada qalır 19. 19-u isə gəlin 7-yə bölə. Görə qalıq neçə qalacaq? 19-un içərisində 7 2 dəfə eləyir. 14. Qalıqda da qalacaq 5. Aha, deməli mənim birinci hasildə olan rəqəmlə qalıb 5 eləyir. Gəlin görək ikincidən nə çıxacaq. Yenə də həm 3 ortadan bölürəm. 1-3-2 qaydasını tətbiq edirəm. Pluslarımı yazıram. Yenə də hasil kimi bir-birinə vururam. 4 vur 1, 9 vur 3, 4 vur 2, 7 vur 1, 1 vur 3. Burada artıq minuslar olacaq. 7 vur 1, 1 vur 3 və minus 2 vurulsun 2 bərabərdir. 4 üstə gəlinsin 36, üstə gəlinsin 8, minus 7, minus 3, minus 4 bərabərdir. 4-lər bir-biri ilə gedəcəklər. Daha yerdə qalır 34. Gəlin 34-ü 7 bölünməsindən alınan qalığı tapaq. 34-ün içərisinə 7, 4 dəfə düşür, 28 edir və qalıqda isə 6 qalır. İndi bizdə birincidə 5 alınmışdı, digərində isə 6 alınmışdı. Gəlin görək hasildən alınan qalıq nədir? 5 vurulsun 6, 30. Və alınmış həmin 30-u da yenidən 7-yə böləcəksiniz. Bərabərdir. 30-un içərisində 7 bizdə 4 dəfə eləyəcək. 28 eləyir, qalıqda da qalır 2. Cavabımız olacaq B variantı. Bizə belə bir məsələ verib, ədədin hasilinin 8-ə bölünməsindən alınan qalıq aşağıdakılardan hansı ola bilməz? Biz bilməliyik ki, bölünən, bölən, qismət və qalıq yazsaq, 8-ə bölünməsindən alınan qalıq dedikdə, mütləq şəkildə burada bölünən həmişə qalıqdan böyük olur. Ona görə də 8-ə bölünməsindən bilməz deyir. Baxın, diqqətlə fikir versəz, A variantı 8-dən kiçikdir, C 8-dən kiçikdir, D 8-dən kiçikdir, Y 8-dən kiçikdir. Bilməz deyəndə deməli özündən ən böyüyünü götürürsünüz, bilər deyəndə ən kiçiyini götürəcəksiniz. 44 ədədinin soluna və sağına hansı rəqəmi yazdıqda alınan 4 rəqəmli ədəd 9-a qalıqsız bölünür. 44 rəqəmini yazıram. Deyir ki, soluna və sağına hansı rəqəmini yazdıqda, deməli, uşaqlar ikisinə də eyni rəqəm yazılmalıdır. Yəni, burada bir A yazaram, burada bir A yazaram. Biz bilirik ki, 9-a bölünmə əlaməti necə idi? Rəqəmlərinin cəmi 9-a bölünməli idi. Rəqəmləri cəmləyirəm.
Bərabərdir eləyir 8 üstə gələnsin 2A. 8 üstə gələnsin 2A-nın 9-a bölünməsi qalıqsız bölünər. Hansı ədəd əlavə etsək, təbii ki, görürsünüz ki, 0 əlavə edə bilmərsiniz, 1 əlavə edə bilmərsiniz. Çünki 8 üzərinə gəlir 2, 10 eləyəcək. 2 əlavə etsək 4, 8 üzərinə 4 gələndə 12 olmaz. Sonra 3 qoysanız 2-ni 3-ə vuranda 6, 8-in üstünə 6, 14 eləyəcək, olmaz. 4 qoysanız 8, 16 eləyib, olmaz. 5 qoysanız 2, 5-in 10, üstünə gəlirsin 8, 18, bəli. 18 9-a tam şəkildə bölündüyünə görə A-nın qiyməti təbii ki 5 olacaq. 11-ci suala yalnız mürəkkəb ədədlər olan bəndi göstərin deyir. Mürəkkəb ədədlər, biz gəlin sadə ədədlər nə deyilir? Sadə ədədlər özünə və birə bölünən ədədlərə deyilir. Məsələn, burada 3 özünə bölünür, 5, 7 özünə bölünəndir. C variantında uşaqlar baxırıq. C variantında 2 sadə ədəddir. 1-ə və 2-yə bölünür. Y variantında 57, 61. Baxın, 61 ədədi yalnız özünə bölünən ədəddir. B variantında B variantı qalsın. D variantında 41 özünə bölünən ədəddir. Elə o 53 də. Buna görə cavabımız çıxıb B variantı. 13-cü sualda bizdə A və B qarşılıqlı sadə ədədlərdir. Bizdən hasilini soruşur. Uşaqlar, qarşılıqlı sadə ədədlərin əçobu həmişə bilirik ki, onların hasilinə bərabərdir. Əbobu isə 1-ə bərabərdir. Baxın, bura 1-dirsə qarşısında da B vurulsun 1 dayanır da. Yəni B-ni əboba vuranda B-ni 1-ə vurmaq deməkdir. Onda sizdə surətdə alınacaq ki, AB üzərinə gəlsin B, bölünsün, A vurulsun B. Orta quru kimi B-ni mötərizə xaricinə çıxardarsınız. B, A üstə gəlinsin 1 alınacaqdır. Çünki B vurulsun 1 kimi götürsəniz, B çıxar mötərizənin xaricinə, geridə qalacaq 1. Və məxrəcdə də A vurulsun B. B-lər bir-biri ilə ixtisar gedər. Cavabınız qalar A plus 1 bölünsün A. İndi diqqətlə fikir verək. Kəsrin parçalanması deyə bir qayda var. Kəsri parçalayarkən hər bir kəsri ayrı-ayrılıqda, hər bir surəti ayrı-ayrılıqda məxrəcə bölmək lazımdır. Məsələn, A bölünsün A, üstə gələnsin 1 bölünsün A. A-nı A-ya böləndə 1, 1 bölünsün A isə olduğu kimi qalacaq. Cavab eləyir A variantı. 13-cü sualda bizdən bərabərsizliyi ödəyən natural ədədlərin cəmini tapını soruşur. Birinci, bilməliyik ki, həmin bərabərsizlikdə n-i tapmaq lazımdır. Deməli, uşaqlar, n-i tapmaq üçün birinci burada minus 3-ü ləğv eləmək lazımdır. Ona görə hər tərəfi də plus 3 əlavə etsək, burada minus 3-lər gedəcək. Olacaq 13 plus 3 kiçikdir 3n. Minus 3 plus 3, bax, əlavə etdiyimiz 3-dür. 21 üstəlinə gəlirsin 3. Alacaqsınız 16 kiçikdir 3-in, kiçikdir, deməli 3-lər buradan gedəcək. Kiçikdir, bərabərdir 24. Hər tərəfi də gəlin 3-ə bölək. Çünki n-in qarşısında 3 var. Biz n-i tapmalıyıq. Alacaqsınız 16 bölünsün 3 və digər tərəfdə isə 8. 16-nı təqribi 3-ə böldüyümüz zaman 5 tam 3-də 1 alır. 5 tam 3-də 1 n və 8. Natural ədədlər kəsr ədədlər deyil axı. Natural ədədlər nədir? Saymaq üçün istifadə olunur. Ona görə kəsr ədəddən baxın 5 tam hissəsidir. 3-də 1 isə kəsr hissəsidir. Yəni 5-dən böyüklər. Çünki almır axı. Ona görə n olacaq nəydən başlayacaq? 6-dan 7 və 8-i aldığına görə 8 bu qiymətləri alır. İndi deyək ki, natural ədədlərin cəmini tapın. Həmin aldığımız qiymətləri toplayırıq. 21 bizdə Y variantı. 14-cü məsələdə hasıl şəklində bərabərlik verilmişdir və A kvadrat 2AB plus B kvadrat ən kiçik qiymətini tapın soruşur. Uşaqlar, biz birinci bilməliyik ki, əgər hasıl şəklində belə bir bizə ifadə verdikdə, bunları sadə ədədlərin hasılı kimi baxmalıyıq. Məsələn, A minus 3-ə 4 deyək, B plus 7 isə 11 deyək. Burada bizdə nə alınacaq cavab? Minus 3 4-ə bərabərdir. B plus 7 isə 11-ə bərabərdir. Biz indi ən kiçik qiyməti tapmalıyıq buradan. Görək buradan nə alacaq? A nə çıxır? Belə bir şəkil çəkək. A çıxır 7, B çıxır
4. A'mız 7, B'miz 4. Gətirib bu ifadədə biz bilirik ki, deməli bu çox ədədlər mövzusunda keçəcək. Müxtəsər vurma üsullarında A plus B mötərizənin kvadratıdır. Gətirib yerinə qoyanda 7 plus 4 mötərizənin kvadratı bərabərdir. 11-in kvadratı eləyəcək 121. Bu şəkildə yazdıq. Sonra 44 nəylə nəyin hasilidir uşaqlar? 1 ilə 44-ün, daha sonra 2 ilə 22-nin hasilidir. Fərqli bir şey qalmadı. Gəlin 2 ilə 22-ni yoxlayaq. A minus 3-ə 2 deyək. B plus 7-yə isə 22 deyək. A çıxacaq 5, B çıxacaq 7-dən 22-dən 7 çıxanda 15. Bu artıq gördüyünüz kimi böyük bir cavab alınacaq. 15 üzərinə 5 mötərizənin kvadratı. 20-nin kvadratı 400 eləyir. Yəni bu bizim işimizə yaramadı. Eyni qadə ilə burada da böyük cavab çıxacaq. Çünki mütləq şəkildə biri böyük olan ifadələrdə həmişə böyük çıxır. Ona görə elə eləməlisiniz ki, tam ortadan, yəni nə böyük olmasın, nə kiçik olmasın. İndi bizdə oldu. Cavabımız nədir? Ən kiçik cavabımız 121 çıxmışdır. Cavabımız oldu C variantı. 15-ci sualda bizə A-nı vermişdir. Cəmini A ilə ifadə edin. Həmişə belə uzun bir misal verdikdə buna bir x deyirsiniz. X bərabərdir. Ya yuxarıdakı A-nın ifadəsi ilə x ya toplanır, ya çıxılır. Yəni, iki dənə qaydadan istifadə olunacaq. Fikir versəz görərsiniz ki, bir dəfə toplayıb bir dəfə çıxanda, yəni birincilərlə birinci toplanır, ikincilərlə ikinci, üçüncülərlə üçüncü. Bu cür şəkildə sonuncu ilə də sonuncuya aiddir. Deməli, siz fikirləşin ki, x-in ifadəsindən A-nın ifadəsini çıxdıqda hamısında 2040 alınır. Məsələn, 2048-dən 8 çıxanda 2040 alınır. Sonra 2051. 2051-dən həqiqətən 11 çıxdığımız zaman 2040 alınacaq. 2054-dən 14 çıxdığımız zaman 2040 alınacaq. Deməli, bundan da elə bunu çıxanda 2040 alınacaq. Gəlirsiniz, neyinirsiniz? Yazırsınız x minus a. Yəni, x-dan çıxırsınız a-nın qiymətini. Nə elədir uşaqlar? Hər birinin qiymətində minus 8, sonra 2051 minus 11 aldıq. Üstə gəlinsin. 2054 minus 14 aldıq. Plus nöqtələr plus 2081 minus 41 aldıq. Və hər birində görəcəksiniz ki, bunun da cavabı 2040 eləyir. Üzərinə gəlsin 2040, üzərinə gəlsin 2040, üzərinə gəlsin nöqtə, üzərinə gəlsin 2040. Baxın, 8-dən 11-ə keçəndə plus 3 qədər, 11-dən plus 3 qədər və plus 3 qədər neçə dəfə davam eləyəcək bunlar. Yəni, baxın, 14-dən plus 3 qədər eləyəcək 17, sonra gələcək 20, sonra gələcək 23, 26, 29, 32, 35, 38, 41. Ən sonuncu 41-dir. 41 də burada var. Yəni, buradan saymayaq. Gəlin, gör, nə qədər elədi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. Deməli, həmin aldığımız 2040 var. 2040-a. 12 dəfə bir-biri ilə toplanıb. 2 sıfırım 0, 2 4'üm 8, yenə 0. Cavabımız nə elədi? Aldıq nə? Bərabərdir 80-ə. İndi biz buradan x-i tapmalıyıq. Həmişə belə məsələlər həll edəndə mütləq x-i tapırsınız. X-i də tapanda A keçir sağ tərəfə. Bunu sağ tərəfə keçirdəndə olacaq bizim bu cavabımız 24480-in üzərinə plus A gələcəksiniz. Cavabımız olacaq Y variantı. 16-cı sualda mütləq şəklində açılışını yazmaq lazımdır. 4 plus 10B plus 100A plus B plus 10A plus 400 artıq. 4 vurulsun 100 ona görə. 712-dir. Burada 10B ilə B-ni toplayanda 11B, 100A-la 10A-nın 110A. Daha sonra 4 ilə 400'ü toplayanda 404 deyil. 404'ü sağ tərəfə keçirmək istəyirəm. 100
712-dən 404 çıxanda 8, 0 və 3. 308 almış olarıq. Uşaqlar, gəlin bu 11 vurulsun 10 deməkdir. Bu da isə 11 vurulsun 10 vurulsun A yazaq, da 11 vurulsun B yazaq. Hər birində 11 ortaq vuruq kimi çıxardıram mötərizənin xaricinə. Qalır B üzərin üstə gəlinsin. 10A bərabərdir 308. 308-i 11-ə bölmək istəyirəm ki, 11 keçir onun məxrəcinə. 308 bölünsün 11. 2 dəfə 22, 88 və 8 dəfə. Aha, 8-ə bölünür. B plus 10-a bərabərdir 28-ə. Biz bilirik ki, deməli, üzəri xətli olan yazılarda A və B-nin yerinə yalnız rəqəm qoymaq mümkündür. Ayrı bir ədəd qoymaq olmaz. Rəqəmlər isə 0 və 9 aralığında yerləşirlər. İndi bizdən A plus B-ni tapın soruşur. Gəlin görək, A plus B nə ola bilər? A-ya mən 1 versəm, A-ya 1 versəm, B məcbur 18 ola ki, cəmi 28 olsun. B isə 18 ola bilməz, maksimum 9 ola bilər. Ona görə məcbur A-ya 2 verirəm, 20-ni buradan alıram və nə çatmır yerdə? 8. Deməli, mənim A 2 aldım, B-ni isə 8 aldım. Bunları da cəmini soruşur bizdən. 8-in də üzərinə 2 gələndə cavabımız eləyəcək 10. Hansı hasil müəyyən bir ədədləri sadə vurğularına ayrılışıdır? Sadə vurğular soruşulanda ədədlərin sadə ədədlər olmalıdır. Hasil şəklində baxın 2-də 6 var, sonra 4-cüdə 4 var, 5-cidə 9 var. Çünki 3 vurulsun 3 deməkdir 9. 3-cüdə isə 12 var. Cavab yerdə qalır 1. 19-cu sualda bizdə ədədində isə 10 minlik var soruşur. Saymaq lazımdır. Təklik, onluq, yüzlük, minlik və 10 minlik. 10 minlik soruşduğuna qədər soldan başlayaraq sağa doğru 10 minlik də daxil olmaqla ədədimizi götürmək lazımdır. Cavab olur A variantı. Üç ardıcıl cüt ədədin hasılı onların cəmli olan nisbəti 4-ə bərabərdir. Cüt ədədlərdən söhbət gedir. Birincisi 2n olanda ikincisi 2n plus 2 olacaq. Üçüncüsü isə 2n plus 4 olacaq. Cüt ədədlərin hasili deyir ki, bunların hasili 2n plus 2 2n plus 4 onların cəminə olan nisbəti, yəni 2n plus 2n plus 2 plus 2n plus 4. Cəminə olan nisbəti 4-ə bərabərdir. Gəlin bunları açılışını yazaq. Yuxarıya dəymirəm. Bura bir dənə aydınlıq gətirsək, 2n plus 2n plus 2. Nə edir burada? 6n plus 6 edirmi? Bəli, edir. Gəlin yazaq. 2n vurulsun. Buradan 2-ni çıxardıram mötərizənin xaricinə. 2, n plus 1 qalır. 2, n plus 4-ü saxlayıram. Aşağıda isə uşaqlar 6-nı mötərizə xaricinə çıxarsam, n plus 1 qalar. Və n plus 1-lər bizdə gedər. Bərabərdir 4-ə. Buradan da gəlin 2 ilə bu gedəndə 3 qalır yerdə. Alır ki, 2n vurulsun, 2n plus 4 bərabərdir 12-yə. Buradan da gəlin 2-ni mötərizənin xaricinə çıxardaq. 2n vurulsun 2-də n plus 2 bərabərdir 12. 2 vurulsun 2 4 eləyir. 4 ilə 12 gedir yerdə 3 qalır. Nə alırıq? N vurulsun n plus 2 bərabərdir 3-ə. Uşaqlar, bunu həll eləmək üçün n-in yerinə sadəcə 1 qoyanda həqiqətən də cavabımız 1 vurulsun 3 şəklində alınacaq. Növbəti mövzularda biz n-in tapılmasının kvadratik təyin ilə həllində keçmiş olacaq diskriminantla. Bu ədədlərin cəmini tapın deyir. Birinci ədədimiz nə oldu? N-i qoyuram yerinə 2. İkinci ədədimiz 4. Üçüncü ədədimiz isə 6 oldu. Və bunların cəmi 12 verdi. B variantı. 21-ci sualda bizdən nisbət tənasüb mövzusunda tənasübdən istifadə edəcəyik. Burada 4A bərabərdir 3B şəklində yazsaq, B-mizi A-nın qarşısında kimi 4K kimi götürək. Çünki nisbətdən əmələ gəlib onu keçəcək bu mövzunu. A-da isə
A bərabərdir 3K şəklində yazıb gətirib ifadədə yerinə qoyaq. Ek o 3K 4K bərabərdir 72. Ek o 3K və 4K. K bunlarda ortaq hasildir. Ona görə çıxardılan mötərizənin xaricinə. Ek o 3 və 4. 3 və 4 bir-birinə qarşılıqlı sadədədə olduqda onların əkobları onların hasilinə bərabərdir. 3 vurulsun 4, yəni 12. Yəni 12 vurulsun K bərabərdir 72-yə. K da çıxır 6. Bizdən B minus A-nı soruşur. Gəlin, B minus A nəyə bərabərdir? B bizdə 4 vurulsun 6, 24 elədi. A isə 3 vurulsun 6 bərabərdir, 18 elədi. B-dən A-nı çıxdığımız zaman 24-dən 18-i çıxıb yerdə 6 alacaqsınız. Cavab A variantı. Bu məsələdə 9600-ün birinci matva bölünənlərin sayını, sonra tam bölünənlərin sayını tapmaq lazımdır. Bölünsün 2, sonra 2-yə böləndə 2400, 2-yə böləndə 1200, 2-yə böləndə 600, 2-yə böləndə 300, daha sonra 2-yə böləndə 150, 2-yə böləndə 75, 75 artıq 5-ə böləcək, 15, 5-ə böləndə 3 və 3. Biz aldıq ki, 9600 bərabərdir. Neçə dənə 2 var uşaqlar? 1, 2, 3, 4, 5, 6 dənə 2 var. Yəni 2 sayının qarşısında yazırıq. Neçə dənə 5 var? 2 dənə 5 var. 3 üstündə 1. Aha. Natural bilənlərin sayını tapmaq üçün qüvvətlərin üzərinə 1 gəlirdik və bir-birlərinə vururduq. Bərabərdir. 7, 3, 2. 21-i də 2-yə vuranda uşaqlar 42. Deməli, bizdə bunu tam bölənlər sayını soruşur. Tam bölənlər nə idi? Onu da vurmaq lazım idi 2-yə. 84. A 84-dür. İndi isə B-ni tapmaq lazımdır. Gəlin burada A-nın 84 olduğunu yazaq, sonra B-ni tapaq. Yazıram. 7250 bərabərdir. Neçə dənə 2 var? 1 dənə. Sayının yuxarısına yazıram. Neçə dənə 5 var? 3 dənə. Neçə dənə 29 var? 1 dənə. Bunun natural bölənlər sayını tapaq. 3 plus 1 və 1 plus 1. Qüvvətlərin üzərinə 1 gəlir. 2, 4, 2. 2-ni 4-ə vuranda, 8-i də 2-yə vuranda 16. Bizdə isə B-nin natural bölənlər sayını soruşurdu. B isə 16-dır və A minus B-ni soruşurdu. 84-dən çıxacaqsınız 16-nı bərabər eləyəcəksiniz 68. 23-də natural n ədədi 7-yə bölükdə qalıqda 4 alınır. N kvadrat plus 4 ədədini 7-yə bölükdə alınan qalıqları tapın. N-ə ifadə qiymət qoyacaqsınız uşaqlar yerinə. N ədədinin 7-yə bölükdə qalıqda 4 qalır. Fikirləşin ki, nə 7-yə bölündə qalıqsız bölünür? Məsələn, 14 7-yə qalıqsız bölünür. 14 7-yə qalıqsız bölünürsə, onda qalıqda 4 alınması üçün bunun plus üzərinə 4 gəlim ki, qoy 18 yazım ki, 7-yə böləndə həqiqətən də 2 dəfə qalıqda 4 alınsın. Yenə də deyirəm. 14 7-yə bölünəndə 2 edir, qalıqda heç nə alınmır da, yəni 0 alınır. Bunun qaydası nə idi? 14 bərabər idi, 7 vurulsun 2 plus 0. Yəni qalıq üzərinə gəlirdi. Tam siz bilmirsiniz də neçədir? Nəyi 7-yə böləndə qalıqda 4 alınır? Yəni x-i tapmaq üçün 7-ni 2-yə vurun, üzərinə 4 gəlin. Alacaqsınız 18. Deməli, bizim elimizin qiyməti 18-dir. Gəlin burada yerinə qoyaq. 18-in kvadratı plus 4 vurulsun 18 bərabərdir. Uşaqlar, bunu bu şəkildə gəlin yazaq. 18 çıxardaq mötərizənin xaricinə 18 plus 4 qalacaq yerdə. 18 vurulsun 22. 18 vurulsun 22-nin 7-yə bölünməsini alınan qalığı tapmaq üçün birinci 18-i 7-yə bölün, sonra 22-ni. 18-i 7-yə böləndə qalıqda 4 alınır. 22-ni 7-yə böləndə isə qalıqda neçə alınır? Deməli, 3 dəfə götürsək, 3 vurulsun 7, 21 eləyir. 22-nin içərisində qalıqda 1 qalır. 3 dəfə tutur, qalıqda 1 qalır. Ona görə də cavabımız nə olacaq? 4 vurulsun 1. Cavab 4. Əgərləri burada alınmış ifadə 7-dən böyük olsaydı, məsələn 8 olsaydı, onda həmin
ifadəni də təzədən 7-yə bölməliydiniz. Qalığı tapmaq üçün. Qalıqda 1 alınacaqdı. Amma 4-dən kiçik, 4 axı 7-dən kiçikdir. Ona görə də elə olduğu kimi də qalır. Yəni 4-ü 7-yə böldüyümüz zaman zaten içərisində 0 qədər təşkil edir və qalıqda yenə də 4 qalır. Bunu yaddan çıxartmayaq. 24-cü sualda təkliflərdən hansı hər zaman doğrudur deyir. Ədədin natural bölənlərinin sayı həmin ədədin mürəkkəb bölənləri ilə sadə bölənlərin cəminə bərabərdir. 1 deyil, 2-də ədədin tam bölənlərinin sayı mürəkkəb bölənlərinin 2 mislinə bərabərdir. Xeyr. Ədədin natural bölənlərinin sayı həmin ədədin tam bölənlərinin sayından 2 dəfə azdır. Bəli, bu doğrudur. Nəyə görə? Çünki biz demişik ki, natural bölənlərinin sayı həmişə 2-yə vurulan zaman tam bölənlərin sayını verir. Bu isə sözü tərsinə deyibdir. Ədədin natural bölənlərinin sayı, yəni bu, tam bölənlərinin sayından 2 dəfə azdır. Yəni 2-ni bu tərəfə keçirdəndə bölünsün ki olacaqdır. Dəfə azdır da o deməkdir ki, bölmə əməlindən istifadə olunur. Deyir, tam ədədi 2-yə bölsəm, natural bölənlərin sayını vermiş olacaq. 25-ci sual və sonuncu sualda 27-dən böyük olmayan ədədlər içərisində 27 ilə qarşılıqlı sadə olan ədədlər neçə ədəd var? 27-dən böyük olmayan, baxın uşaqlar, 27-dən böyük olmayan bu deməkdir. Yəni bir x ədədi 27-dən böyük deyil. 27 ilə qarşılıqlı sadə olsun. Yəni elə bir ədəd seçkin ki, 27 ona bölünməsin. Məsələn, uşaqlar, 1 götürmürəm, 2. Aha, 2. 2, 27 2-yə bölünmür. Tam 3-ə bölünür, 4-ə bölünür, 5-ə bölünür. Sonra 6-ya, 6 ilə baxın, 6-ya bölünür. 6 nə deməkdir? 2 vurulsun 3 deməkdir. 3 ilə 27-yə bölünürdü, ona görə 6 olmaz. 7, sonra 8, 9-a bölünür, 10-a bölünmür, 11-ə bölünmür, 12-yə bölünür. 12-nin üzərisində nə var? 3. Ona görə 13 götürmək olmaz. 13-ə bölünmür, 14-ə bölünmür, 15-i götürmək olmaz. 3 vur 5 deməkdir. 16-ya bölünmür, 17-yə bölünmür, 18 götürmək olmaz, 19-a bölünmür, 20-yə bölünmür, 21-ə bölünür, 21 deyilə 3 vurulsun 7 deməkdir. 22-yə bölünmür, 23-ə bölünmür, 24-ə bölünür, 25-ə bölünmür, 26 bölünmür. Neçə dənə ədəd elədi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15, 16, 17 dənə ədədiniz 27 ilə qarşılıqlı sadə ədədlərdir.